Bitkilər danışır. Həqiqətən bitkilərin öz aralarında xüsusi ünsiyyət formaları vardır. Bunlardan birincisi kimyəvi siqnallar adlanır. Belə ki, bitki qruplarından hər hansı bir bitkiyə həşəratlar tərəfindən toplu hücum olunduqda həmin bitki xüsusi maddi ifraz edir ki, digər bitkilər bundan xəbərdar olsun. İkincisi kök vasitəsilə əlaqədardır. Buna iki misal verə bilərik. Bunlardan birincisi bitki kökləri ilə mikoriza, müştərək həyat yaşayan göbələklər bir-birləri arasında qida alış-verişi, maddə alış-verişi edir. İkincisi də ki, böyük ağacların köklərində fidanlar əmələ gəlir. Həmin fidanlara həm böyük ağaclar qida verir, həm də ki, hər hansı bir təhlükə olanda ona siqnal göndərir ki, özünün müdafiəni artırsın. Üçüncü, elektrik siqnallarını deyə bilərik. Məsələn, ağacların yarpağı zədələnən zaman yarpaqlar arasında elektrik impulsları yaranır. Bu ona səbəbdir ki, həmin bitki öz müqavimətini artırmağa başlayır zədələndiyi üçün. Yəni müdafiə rolunu oynayır əslində.